Ağızları sulandıran bu şeyi görən hər kəsdən istəyirəm ki, göz haqqınızı halal eləyin və yeni bir gündən hamını salamlayıram. İstədim bu vloqum biraz qarışıq olsun. Ona görə də 3 günün videosunu bir yerə yerləşdirdim. Dedim 3 gün boyunca nələr etmişəm, sizinlə də bölüşüm. Bu arada gördüyünüz bu qədər göyərti nədir desəz, əlbəttə ki, tam da sezondur, kətə sezonudur. Kətə eləməyi düşünürdük və bilmirəm siz kətəni hansı formada hazırlayırsınız, ancaq anam bu cür hazırlayır və biz əvvəlcədən kərələri küp-küp doğrayıb, kətə bişəndən sonra isti-isti içərisinə yerləşdiririk, əriyir və belə daha dadlı olur. Yəni bir günə artıq bizdə bitir. Yəni nə qədər hazırlayırıqsa hazırlayaq, mütləq həmin gün bitir. Bir dənə belə olsun qalmır, o qədər dadlı alınır. Kaş ki videoda görünən bu gözəlliyin qoxusunu da sizə ötürə bilsəydim. Ancaq mənə elə gəlir ki, görüntüdən belə nə qədər dadlı olduğu bilinir. Göz haqqınızı bir daha halal eləyin. Bu arada burada oğlum yatmışdı, ona görə səssiz-səssiz yeməyə çalışırdım. Ancaq dad olaraq mükəmməl idi. Videoda tarixləri qeyd etmişəm. Mən kargolarımı 24 apreldə götürdüm. Ancaq zamanım olmadığı üçün bu günə qismət oldu açmaq. İlk öncə onu deyim ki, mən hər zaman Morex kargo ilə sifariş verirəm. Həm evimizə yaxın olduğu üçün, həm də indiyənə qədər heç bir problem yaşamamışam bu kargo ilə bağlı. Bir də yəqin ki görürsünüz, yaxımda mikrofon var idi, ancaq sonradan səsi bəyənmədim. Ona görə də təkrar üstünə səs yazmalı oldum. Əslində gözləmirdim ki, mənim Temu bağlamalarım gələr, ancaq onlar da gəlmişdi. Burada gördüyünüz transparan pudralar üçün olan kubqalardır. Mən hələ ki keyfiyyətini bəyəndim. Kubqaları sifariş verdim, ancaq bilin baxın nə çatışmır. Əlbəttə ki transparan pudram çatışmır. Onda Trendyolda almağı düşünürəm. Sonra oğlum üçün yenidən belə bir gecə paltarı sifariş vermişdim. Çünki digər aldıqlarım artıq əyninə nisbətən xırdalmışdı. Mən ümumiyyətlə gecələr bol geyinməyi sevdiyim üçün düşünürəm ki, uşaqlar da bol geyinməlidir. Ona görə də hər zaman razmerindən 2, hətta bəzən elə olur ki, 3 razmer belə böyük alıram. Mən bol geyindirməyi sevirəm. Düşünürəm ki, mənim oğluma bol geyinmək yaraşır. Yəni bunu alım gələn ildə geyinsin məqsədindən almıram. Ümumiyyətlə bol geyindirməyi sevirəm ki, uşaq özünü rahat hiss eləsin. Gördüyünüz bu dəsti isə mən təxminən 14-15 manata almışdım. Bu arada keyfiyyətini də çox bəyəndim. Yumşaq idi. Bir də mən telefon kablosunu tez-tez dəyişməyi sevənlərdənəm. Tam da yay fəsli yaxınlaşdığı üçün düşündüm ki, bu tonlarda bir şeylər sifariş verim. Ümumiyyətlə arxasında olan detallar çox xoşuma gəldi. Sonra isə səbətimdə olan bu ev üçün olan geyimi aldım. Əslində mən bunu atlet və yaxud bol tişörtlə geyinməyi düşünürdüm. Ancaq geyinəndən sonra baxdım ki, belə elə də yüksək deyil. Ona görə də atletlərlə yaxşı olmayacağını düşündüm və bol tişörtlərlə daha yaxşı görünər. 2 ədədinə 14 manat ödəmişdim. Mən ümumiyyətlə düşünürəm ki, bağlamalarla bağlı paylaşılan linklər hər kəs üçün maraqlı olar. Çünki ən azı oradan bir məhsulla faydalanırıq. Sonra Flormar'ın bu glosunu sifariş verdim. Məndəki 05 nömrəsidir. Ancaq əslində 03 istəyirdim, o da yox idi. Hər nəysə, keçirəm Skin 401-in. Mən 2 ədəd serumunu sifariş vermişdim. Bircə satılırdı. Biri C vitaminidir, digəri isə aloe veralıdır. Aloe veralı olan tərkibini yoxlayıb sizinlə də bölüşərəm. Çünki ilk dəfə istifadə edəcəm. Sonra isə özümə belə bir çaynik aldım, sifariş verdim. Özümə deyəndə, yəni ev üçün. Əslində hər kəs qapağından şikayət edir ki, çatlayır, ancaq mənim üçün problem deyil. Əgər elə bir halla rastlaşsam, düşünürəm ki, saxlama qablarının qapağından istifadə edərəm. Mən bu məhsulun stoka gəlməyini 2-3 aydır gözləyirdim. Ona görə də 2 ədəd sifariş verdim. Koreakonun bu sarılı və mən göylü olan serumunu sevirəm. Ancaq göy olan bitmişdi. Mən sarıdan 2 ədəd sifariş verdim. Çünki ilk dəfə serum istifadə edəndə üzümdə bu serumdan başlamışdı. Əgər əvvəlki vloqlarıma baxmışsa, aradakı fərqi görə bilərsiniz. Sonra özümə belə bir fırça sifariş verdim. Əslində fırça çox sifariş vermişdim, ancaq bir qismi gəlib çatmışdı. Çünki fırçalarımın yarısı Bakıdaydı. Ancaq mən istifadə edirdim. Düzdür, çox şeyi əlimdən istifadə edirəm. Mənə elə daha rahat gəlir. Ancaq düşünürəm ki, fırçada olması mütləqdir. Bir də mənim
kontur fırsam yox idi. Özümə belə kontur fırsası sifariş verdim. Əslində onu da Flormardan verməyi düşünürdüm. Sadəcə belə bir fırsası olmadığı üçün və yaxud bəlkə də var idi, ancaq mən görə bilmədim. Yəqin ki, stokda yox idi. Ona görə də mən Nakitadan sifariş verdim. Hələ də bu sözün dəqiq necə oxunuşunu mənim fikrimcə dəqiq bilən yoxdur. Kargolarımı açandan sonra artıq gördük ki, hava çevrilməyə başlayır, yağış yağacaq. Ona görə də marketə getdik və qaydanda artıq oğlumun kalyaskası tamamilə palçıq idi. Mən ümumiyyətlə kalyaskanı həyətdə saxlasam da, nə olursa olsun, hər zaman əgər palçıqlıdırsa kalyaskanın ayaqlarını yuyuram. Demək olar ki, yayda gündə bir dəfə və yaxud bir gündən bir mütləq kalyaskanı yuyurdum. Çünki səhər yuyurdum, axşama qədər, çünki mənə axşam lazım olurdu çölə çıxdığımız üçün, artıq quruyurdu. Çünki onda lap balaca idi və hər zaman əyilirdi, ağzını əl tutacaq yerinə vururdu. Ona görə məcbur kalyaskanı hər gün yuyurdum. Ancaq indi böyüyübdü, həm də hava sərin olduğu üçün məcbur ancaq təkərlərini yuyuram. Kalyaskanı da çöldə saxlayıram həyət evi olduğu üçün və üzərini böyük bir dəsmalla örtürəm ki, həm pişik tükü olmasın. Bilirsiniz, bizim həyətimizdə pişiklərimiz var. Həm də başqa toz torpaq olmasın. Ona görə bu formada üzərini örtürəm. Bir ara təkərlər üçün Temudan klyonkalar sifariş verməyi düşündüm. Ancaq sonra baxdım ki, mənasız bir şeydir. Ən yaxşısı belə təmiz saxlamaqdır. Sonra isə marketdən aldığım simitlə Sərkan Bilgin deyə bir YouTuber vardı. Mən onu çox sevərək izləyirəm. Təbiətə aid vloqlar çəkir. Onu da hər zaman görürdüm. Və hər dəfə yoxlayaram deyirdim, amma unudurdum. Bu dəfə simit gördüm və evdə də Holland pendiri olduğu üçün yoxlayım dedim. Demək, bu eynən videoda göstərdiyim kimi eləyirsiniz. İstəsəniz 1-2 ədəd yumurta da sala bilərsiniz. Ancaq mənim saldığım 1 ədəd yumurta ilə mən rahat şəkildə doydum. Sadəcə zövqə görə üzərinə belə pendir də rəndələyirsiniz. Mən yumurtanı salmamışdan qabaq 2-3 dəqiqə ağzını örtmüşdüm ki, pendirlər ərisin. Sonra yumurtanı salıb təkrar qapağını örtdüm ki, pendirlər tam ərisin. O qədər dadlı alınmışdı ki, bacımın oğlu məndən xahiş elədi ki, mən onun üçün birini də hazırlayım. O da çox bəyəndi. Sonra isə səhərsi gün yenidən simit aldım və anamla bacım üçün bişirdim. Onlar da çox bəyəndilər. Bir də qızlar, mən oğlum üçün yoğurtları hər zaman öncədən çıxarıram ki, isinsin. Elə gedirdim. Bu dəfə də çıxarmaq istəyirdim. Baxdım ki, vaxtı bitir. Ona görə də düşündüm ki, dəyərləndirim bunu. Xarab olub atdığımı bu forma dəyərləndirim. Çünki YouTube'da izləmişdim necə hazırlayırlar. Əslində bu bizim hamımızın bildiyi bir üsuldur. Sadəcə yoğurdu dondurursan. Ancaq mən biraz fərqlilik qatmaq istədim. İçərisinə badam əlavə etdim. Əslində kokos falan da əlavə etmək olardı, ancaq sözün düzü indi yadıma düşdü. Unutmuşdum əlavə etməyi. Ancaq badamla da yaxşı alındı. Sadəcə çox istəyərdim şokolad əridib onu da batırıb elə də dondurum. Ancaq buna zamanım olmadığı üçün mən o formu etmədim. Sadəcə sizinlə də bölüşürəm ki, əgər kiminsə uşağı vardırsa elə də yoxlaya bilər. Sadəcə Danone dondurursunuz. Sonra şokolad benmari üsulu əridib həmin dondurulmuş yoğurta batırıb təkrar dondurursunuz və həqiqətən də dondurma dadı verir. Yəni mən bəyənirəm. Yəni sıx-sıx eləyəcəyim bir şey deyil, ancaq yenə də bəyənirəm.
Günün ikinci yarısının növbəti kargolarım da gəlmişdi. Evimizə yaxın olduğu üçün kargolarımı götürdüm. Mən ümumiyyətlə əgər kargolarım yığışırsa heç vaxt saxlamıram. Növbəti sifarişim isə Biodermanın nəmləndiricisidir. Mən böyük boyunu sifariş verdim. Bacım isə harasa gedəndə yanında apara bilməyi üçün kiçik boyunu sifariş vermişdi. Ümumiyyətlə mən Biodermanın nəmləndiricisindən ilk dəfə istifadə edirdim, ancaq çox bəyəndim. Nəmləndirməyi çox yaxşı idi və artıq bu videonu paylaşana qədər bir neçə gündür ki istifadə edirəm və üzümdə heç bir yan təsiri olmamışdır. Ümumiyyətlə mən hər zaman nəyisə paylaşanda deyirəm ki, yəni bunu alıb sınaya bilərsiniz, ancaq orqanizmaya da fərq var. Ona görə də hər bir şeyi sınamamışdan öncə mütləq şəkildə məncə araşdırmalıyıq. Keçən vloglarda göstərmişdim ki, belə bir nugget almışdım. Onu istifadə etmişdim, sonradan yenisini almışdım. İlk istifadəsində yağsız bişirmişdim, ancaq elə bəyənməmişdim, çünki quru alınmışdı. Bu dəfə isə bir qaşıq yağ əlavə etdim. Sadəcə sonradan yadıma düşdü ki, mənim Temudan yağ üçün sifariş verdiyim bir sprey var idi. Kəşke onu istifadə eləyərdim, ancaq niyəsə çox şey səsləndirən zaman yadıma düşür. Olsun, gələn dəfə də o cür bişirərəm. Yəni dad olaraqsa aldıqlarımızdan biraz tamında fərqlilik var. Yəni McDonald'sda falan yediklərimiz daha dadlıdır. Sonra özümə ara verdim, bir kofe süzdüm. Yəni gördüyünüz kimi yenə köpüyü çox gözəl alındırmışam. Bilmirəm siz nəyə oxşadırsınız. Mən ümumiyyətlə heç nəyə oxşada bilmirəm. Bir də kofeni içəndən sonra istədim sizinlə mənim ən sıx istifadə etdiyim dodaq boyalarını bölüşüm. Ümumiyyətlə mən heç vaxt tünd rəng istifadə etmirəm, çünki mənə ümumiyyətlə yaraşmır. Yəni özümə yaraşdırmıram heç cür nə tünd qələmi, hətta qələmin özünü belə yaraşdırmıram. Sadəcə tək pomadanı yaraşdırıram özümə. Ona görə də bu gün istədim bunları sizinlə də bölüşüm. Demək, üçü Maybellin'dəndir. Demək, biri 10 nömrədir, səhv etmirəmsə biri 65 nömrədir. Digəri isə 155 nömrədir. Mən ümumiyyətlə bu rəngləri özümə yaraşdırıram. Çəhrayı tonlardır hər ikisi də. Ancaq elə bir tondur ki, zənnimcə hər insana da yaraşmır. Məsələn, mənim bacım istifadə etmişdi, o özündə bəyənməmişdi. Bunu da sonradan aldım. 35 nömrədir. Bayaq səhv etmirəmsə səhvən 55 nömrə demişdim. Məsələn, mən özümdə glossu hər hansısa bir dodaq qələmi ilə qarışdırmağı sevirəm. Ya tək istifadə etməyi sevirəm, həm də yaraşdırmıram özümə, yaxud da tək dodaq boyasını və yaxud qələmini istifadə etməyi sevirəm. Ona görə də yəni bu ilin trendidir. Ona görə hərəkət eləyim deyə olmamalıdır. Hər kəs özünə yaraşanı etməlidir. Qızardanda həmişə içərisinə biraz su əlavə edirəm, biraz da duz. Yəni o şəkildə qaynadıram, sonra qızardıram. Bəzən olur ki, su əlavə eləyəndə içinə həm də yağ əlavə edirəm, bəzən isə tək suyun özünü əlavə edirəm. Su çəkiləndən sonra yağını da əlavə eləyib o formada qızardıram. Belə həm elə bilirəm mikroblar ölür, həm də daha yaxşı bişir. Yəni içərisi daha yaxşı bişmiş olur. Ona görə də hər zaman belə bişirirəm. Bilmirəm siz necə edirsiniz. Çox yox, biraz vamxodda bişirirəm. Bu formada indi qaynayacaq, suyu çəkiləcək. Sonra yağını əlavə eləyib, duz, istiot, azca sarı kök də vururam mən. Belə bu formada qızardacağam. Həqiqətən də əl dadım çox önəmli bir şeydir. Çünki ən adi, məsələn, makaron olsun və yaxud kartoşka qızartmasının özü olsun. Yəni, eyni ərzaqları ver, hər kəsin əlinə bir fərqli dad çıxacaqdır. Ona görə də, məsələn, kimsə bəzən resepti verəndə bu biraz qəlbimizə gəlir ki, nə var ki, burada kartoşka qızartmasıdır. Yəni, bunu hər kəs eləyə bilir. Ancaq həqiqətən də elə deyil. Məsələn, mən bunu Instagramda izlədiyim bir blogerdən görmüşdüm ki, o həmişə deyirdi ki, kartoşkanı ilk öncə 10 dəqiqədə yüksək surətdə qarışdıraraq qızartmalısınız. Sonra aza verməlisiniz xodu, o cür qızartmalısınız. Həqiqətən də onda daha da mükəmməl olur.
Dəfələrlə salon dəyişmişəm. Bu dəfə də istədim daimi getdiyim yeri sizinlə bölüşüm. Dilbər Beauty Centerdə mən Nərmin xanımın yanına gedirəm. Hələ ki bəyənirəm əl işlərini, ancaq normalda tez-tez dırnaq ustalarımı dəyişərəm. Çünki istər manikürdə, istər digər şeylərdə heç vaxt anlaşa bilmirəm. Çünki məsələn baxıram ki, mən onun daimi müştərisiyəm, ancaq məni hər dəfə fərqli bir zamana yazır, kimisə önə salır. Bu da məsələn mənim xoşuma gəlmir. Ona görə də dırnaq ustalarımı tez-tez dəyişirəm. Ancaq bəlkə də 1 il olacaq ki, artıq Nərmin xanımın yanına gedirəm. Ona görə də bunu sizinlə bölüşmək istədim. Bir də sizinlə bir mövzuya toxunmaq istəyirəm. Bilmirəm nəyə görə son zamanlar insanlar 2 qrupa bölünür sosial mediada. Bir sən özünü filan kəsə oxşadırsan, həm hərəkətlərin, həm geyim tərzin, həm danışığın deyənlər. Bir də sən niyə özünü filan kəsə oxşatmırsan deyənlər. Onun kimi vloqlar çək, onun kimi danış, onunki daha maraqlı deyənlər. Yəni mən bu belə başa düşürəm ki, hələ də bizlərdə YouTube anlayışı tam formalaşmayıb. Həm YouTuberlar arasında, həm də izləyicilər arasında. Çünki YouTube elə bir platformadır ki, hər kəsin bir tərzi var. Məsələn, mən digər YouTube səhifəmdə bəlkə də yüzlərlə YouTuber izləyirəm. Eləsi olur üzünü göstərir, eləsi olur göstərmir, eləsi olur at yazı ilə yazır, eləsi olur danışır. Məsələn, yəni hər kəsdə fərqlidir. Ancaq bizdəkilər hər zaman deyir ki, sən danış, niyə danışmırsan, at yazı keçirsən və yaxud özünü niyə filan kəsə oxşatmırsan. Məncə bu heç yaxşı bir şey deyil. Məsələn, mənim Afrikadan, Norveçdən, İsveçdən, Türkiyədən izlədiyim çoxlu blogerlər var və hər mövzuda da onlar çəkilişlər eləyirlər və heç biri də bir-birinə bənzəmir. Ancaq mən hər birinə də ayrı-ayrı maraqla baxıram. Ona görə də məncə digər YouTuberları məcbur etməməliyik. Hər kəsin necə rahatdırsa eldə davam etməlidir.